Əvvəlcə Gambit nəyə deyilir onu izah edək. Gambit strateji üstünlük qazanmaq üçün oyunda atılan hər hansı bir riskli addım mənasını verir. Piyada riskli bir damaya qoyulur ki, mərkəzi nəzarət gücləndirilsin və növbəti hədəflər üçün uyğun şərait yaransın. Həyatda da atılan təhlükəli bir addım sonradan müəyyən imkanlara yol açır. Bu mini serial təbii ki, şahmatdan daha çoxunu əhatə edir. Göründüyü kimi başrol olan Elizabeth Harmon'un psixologiyasına dərindən nəzər salsaq, onun girdiyi mühitlərdə özünü tam rahat və təhlükəsiz hiss edə bilməməsinin dərinliklərini öyrənə bilərik. Əvvəlcə Betin uşaq vaxtı alidə olduğu yaşıl dərmanlardan danışaq. Çünki bu maddələrin önəmi onun üçün böyük idi. Onu sakitləşdirir və gecələr yuxu vaxtı tavana baxaraq şahmatı göz önündə canlandırmağına və bu bacarığını təkmilləşdirməsinə kömək edirdi. Ancaq əslində onların qısa müddətli xoşbəxtlik gətirdiyi gerçəyi Betə mənfi təsir etdi və hətta oyunlarda uduzmağına səbəb oldu. Yəni Bet bunlardan istifadə edərək özünü itirirdi. Bu yaşıl dərmanların həddindən artıq istifadəsinin mənfi təsiri onun yeniyetmə dövründə işdə və bu səhnədə özünü göstərdi. Böyüdükcə başqa alüdəçilik alkoqola istiqamətləndi. Bet əslində içkidən həzz almırdı. Yəqin ki, bu qədər çox və vəhşi şəkildə içmək hər hansı insan üçün də zövq məsələsi olmaz. O yalnız həyatında baş verən problemlərdən qaçmaq istəyirdi və bu yol onu sanki o məsələlərdən uzaq saxlayırdı. Bu məsələlərdən biri də himayəyə götürüldüyü ailədə anasının ölümü idi. Gələk şahmat məsələsinə ki, bu mini serial çox insanın mən daxil şahmata qarşı sevgisinin böyüməsinə səbəb olub və bir növ insanı cəzb edib. Betin psixologiyasında şahmatın nə rolu var idi məsələsinə gəlsək, bu oyunda o fiqurları rahat şəkildə öz qaydalarına və istəyinə uyğun idarə edə bilirdi və burada özünə komfort zonası yaratmışdı. Nəticələri də müsbət olduqda, yəni udmağına səbəb olanda tam əminliklə özünü bu oyuna həsr edə bilirdi. Şahmat onun üçün təhlükəsiz bir space kimi görünürdü. Let me hear it. Şahmatda Betə uduzmasının ən çox təsir etdiyi anlar onun Borgovla oynadığı vaxt olmuşdu. Ki o fokuslanıb rəqibini uda bilmirdi. Çünki travmaları həmin anda ona yük olurdu. Borgov udsa sanki bu travmalara da qalib gələcək kimi bir his vardı və sonda elə oldu. Borgov uddu, lakin bu rahatlıq onu məğlub edəndən sonra yox, daha əvvəl özü ilə üzləşəndə gəlmişdi. Buna görə də onu məğlub etmək şərəfini yaşadı. Bet bəs nə vaxt özü ilə üzləşdi və sağalmağa doğru getdi desək, yadımıza Shaibel öldükdən sonra onun otağına gedib, Betlə əlaqəli bütün məlumatlar saxladığını gördüyü an yadımıza düşür. Yaralı ruhu sağaldı, çünki birinin ona bu qədər dəyər verdiyini görəndə təəccüblənmiş və çox sevinmişdi. Bundan əlavə ona müsbət təsir edən şəxslər sırasına Jolene, yetimxanada bir böyüdüyü qız, artıq yetişkin kimi onun həyatına daxil olub ona müsbət təsir etdi və nəhayət Towns ilə aralarındakı anlaşılmazlığın onun gəlişi ilə həll olunması ona böyük rəqabətdən bir gecə əvvəl böyük rahatlıq gətirdi. Bu səhnədə deməli olduğumuz əsas məqam isə Betin sağalmasının əsas göstəricisi Borgovla oyunda tavana baxarkən dərman istifadə etməməsinə rəğmən şahmat lövhəsini canlandırmağı bacarması idi. Finalda isə Bet tamamilə ağ bir geyimdə səhnədə peyda oldu və bunun təbii ki, xüsusi bir mənası vardı. Ağ rəng, daxili sakitlik, sanki keçmişindən təmizlənmiş kimi bir vibe verirdi. Bu da Betin ruhunu ən yaxşı göstərən simvol idi.